Əslində hər kəsin bir qədər gecəsi var. İnsanın qəlbində mərhəmət, sevgi hissləri olduğu zaman qarşısındakı insana da həzrət insan kimi baxır. Bu dinin əslində adı ümid dinidir. Bir də var ki, insan özü ilə, öz həyat filmi ilə məşğuldur. İdraki dərinləşmiş insanlar egosuna, öz içindəki kibrə, öz daxili dünyasındakı dediyiniz o məndən qurtarmış olur. İnsan mərhəmətli olduğu zaman əslində ətrafındakı mühit də gözəlləşir. Ramazan ayı isə bizə yenidən özümüzə, öz kimliyimizə, öz Rəbbimizə, öz dəyərlərimizə qayıtma fürsəti verir. Salam, Füyuzat televiziyasında mən Tural İsmailovun təqdimatında arxa plan verilişini izləyirsiniz. Bugün önəmli bir mövzu ətrafında danışacağıq və hesab edirəm ki, həftə sonu buraxılışımız üçün də və bütövlükdə Ramazan ayının artıq son günlərinə daxil oluruq. Hər bir baxımdan mənəvi əhəmiyyəti çox yüksək olan bir söhbət aparacağıq və bugün arxa planda mənim qonağım daha əvvəl də bir dəfə bizim verilişimizdə qonaq olan tanınmış ilahiyyatçı Ağa Hacıbəlli Ağa müəllim, xoş gəlmisiniz. Xoş gördük Tural müəllim. Ağa müəllim, Ramazan ayının son 10 günü cəhənnəmdən qurtuluş dövrü hesab olunur. Ümumiyyətlə, bu son 10 günü ayın əvvəlindən fərqləndirən əsas mənəvi xüsusiyyət nədir və biz bu, belə deyək, finala ruhən necə hazırlaşmalıyıq? Fürsətdən istifadə edib dəyərli izləyicilərimizi Rəbbimizin gözəl salamı ilə salamlamaq istərdik. Ramazan ayı bir rəhmət ayıdır. Ramazan həm də bir məğfirət ayıdır, həm də cəhənnəmdən qurtuluş. Əslində bu bölgünü Peyğəmbərimiz Aleyhissalatu vesselam bir hədis-i şərifində təyin edib. Ona görə 1400 ildir ümmət bu ayı yaşayarkən ilk 10 gününü rəhmət olaraq. Yəni əslində rəhmət insan imanının ilk təcəlli yeridir. Mərhəmətli insan, şəfqətli insan. Hansı ki, bugünkü dünyanın ən çox ehtiyac duyduğu ən önəmli dəyərlər sistemi içərisində biz mərhəməti axtarırıq. İnsanın insana olan mərhəməti, insanın heyvanlara olan mərhəməti, insanın əslində həyata, həyatdakı varlıqlara olan mərhəməti. İnsan mərhəmətli olduğu zaman əslində ətrafındakı mühit də gözəlləşir. İnsan cani, qatil olduğu zaman ətrafındakı hər bir varlığın fitrətini pozur, fəsad gətirir və körükləyib dünyanı yandırır. Ona görə dünyanın belə bir adil insana, belə bir səlim insana, həlim insana, mərhəmətli insana gerçəkdən böyük bir ehtiyacı var. Odur ki, Ramazan bir məktəbdir. Əslində, kainatın bütün varidatını özündə toplayan bir məna süfrəsidir, mənəvi süfrədir. Və Rəbbimiz bu ziyafətə inanan insanları dəvət edir. Çünki Quran-ı Kərimin Bəqərə surəsində söylənən kimi, yer üzərində milyardlarla insanların içərisindən bu əmrin icrası, itaəti yerinə yetirilməsi üçün inanmış könüllərə xitab edir. Deyir, ya eyyuhəl-ləzine əmənu kutibu aleykumus-siyamu kəmə kutibu aləl-ləzine min qablikum lealləkum təttəqun deyir. Sizdən öncəkilərə əmr olunduğu kimi deyir, sizlərə də vacib edildi və yaxud da fərz edildi. Yəni, oruçdan söhbət gedir. Lealləkum təttəqun. Ayənin sonunda əslində uca yaradan bu qədər böyük bir əmrin, yəni Ramazan məktəbinin mahiyyətini, əhəmiyyətini ortaya qoyur. Yəni, o təqva hissini, təqva şuurunu ortaya getirir. Ona görə də Ramazanın son 10 günü, özəlliklə etqu minənnar hədis-i şərif buna cəhənnəmdən qurtuluş olaraq ifadə edir. Bu deməkdir ki, mərhəmətin ruhuna hakim edən bir insanın, daha sonra bağışlamağı bacaran. Ki, düşünün, bu dünyanın ən böyük fəlakətlərindən biri bağışlamağı bacarmamaqdır. Bir-birini əfv etməyi bacarmayan insanlar var həyatda. O kini, nifrəti, atəşini qəlblərində daşıyar. Sağdan sola daşıyar, soldan sağa daşıyar, nəsildən nəsilə daşıyar və bu intilik alar. Bu insanlar arasındakı olan bu mənfi və əslində xüsusiyyətlər dostluq bağlarını qoparır. Qonşulara çox böyük mənfi təsir göstərir. Özəlliklə iş yerlərində, ictimai həyatın demək olar ki, iflic hala gəlməsində ən böyük fəlakətlərdən biri, pandemiyalardan biri əslində o bağışlamağı bacarmamaqdır. Çoxdur insanlar gərginlik içərisində. Görürsünüz, bir nəqliyyatın içərisində, avtobusun içərisində bir-birinin ayağını tapdalayanda dünya qopmuş kimi, sanki dünya qopdu. Dünən baxırdım, dünənin insanları bir-birinə qarşı çox mərhəmətli idilər, çox səbirli idilər. Onlar bir-birini dinləyərdilər. Bir hadisə olduğu zaman da
bir qədər deyib keçərdilər, bir hikməti var deyərdilər. Amma bugünkü insan, bu sürətli dünyanın insanları daha çox bir-birinə aqressiya ilə, ego ilə yanaşır, kibirlə münasibət bildirir və bu da iki fərdin arasında o münasibətlərin qısa zaman içərisində alovlanıb yox olması deməkdir. Odur ki, hədisin son bölümü içərisində o cəhənnəmdən qurtuluş, yəni o deməkdir ki, insan, sən cənnətə layiqsən. Sən o qədər dəyərlisən, sənin yerin behişdir. Amma çox qəribədir ki, insan o şəxsiyyət ağacını bir kötüyə çevirəndə, o da onu cəhənnəmə sürüklüyor. Ramazan ayı isə bizə yenidən özümüzə, öz kimliyimizə, öz Rəbbimizə, öz dəyərlərimizə qayıtma fürsəti verir. Niyə? Ona görə ki, daxili dünyamızdakı o kiçik firon ki var, onu biz bu Ramazan boyunca yaxşı mənada tərbiyə edə bildik. Onun qidasının qabağını kəsdik, istədiyi zaman su vermədik, istədiyi zaman yemək vermədik, istədiyi günahlara girə bilmədi. Və biz öz iradəmizi özümüz, öz ağlımızla, öz dünyamızla özümüzü idarə etməyə çalışdıq və beləcə cəhənnəmdən qurtuluş, cənnətin açıq qapısından içəri girmə fürsəti əldə etdik. Ağa müəllim, həm də Qədr gecəsinin məhz son 10 günün tək gecələrində gizlədilməsinin də yəqin bir hikməti vardır. Bunun hikməti nədir və bu gizlilik mömini daha çox zəhmətə, yoxsa daha çox ümidə sövq eləməlidir? Bu dinin əslində adı ümid dinidir. Doğrudur, dünya çətinlik yurdudur. Ləqad xələqnəl insənə fi kəbədin deyir Quran-ı Kərim. Biz deyir, insanı çətinliyin içərisində yaratdıq. Yəni, ananın betində düşən bir cenin, əslində o nütfə bir ceninə çevrilir. Daha 9 aydan sonra doğuş anı yaşayır. O doğuş gerçəkdən o uşaq üçün bir ölüm-dirim savaşıdır. Onun ana bətindən dünyaya gəlməsi. Amma eyni zamanda onun böyük bir sağlamlığıdır. O çətinliklərə insan öyrənə-öyrənə, insan elə çətinlik oradan başlayır. Sonra onun uşaqlıq dövrü, ana qucağında, iməkləmə dövrü, illər keçir, yıxıla-yıxıla, əzilə-əzilə böyüyür uşaqlar. Biraz böyümüşdür, məktəbdəki, belə deyək, elmin yükü ilə yüklənəcək, daha sonra tələb olacaq, daha sonra valideyn olacaq. Beləcə yükü insanın artır, mənəvi məsuliyyətləri çoxalır. Odur ki, bu dünya içərisində gerçək mənada səadət yoxdur. Amma zəhmət çoxdur. İnsan o zəhməti rəhmətə çevirə bilir. Bu baxımdan ifadə elədiyiniz kimi, burada bir ümid mi var? Əlbəttə ki, İslam dini ümid dinidir. Nə qədər insan günahlara girsə də, nə qədər xatalara, qüsurlara, o qüsurların bataqlığına düşsə belə, uca yaradan kitabında bir yerdə söylür ki, قُلْ لِبَادِيَ الَّذ۪ينَ أَسْرَفُوا عَلَى أَنْفُسِهِمْ لَا تَقْنَةُ مِنْ رَحْمَةِ اللّٰهِ اِنَّ اللّٰهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا. Allah-u Teala o günahın hər cür növünə düşmüş, hər cür xətalarla, hər cür o günah bataqlığında özünü, ruhunu kirləndirmiş insana bir xitabı var. Deyir, qullarım deyir. Baxın, Allah onlara qəddar, zalimlar, filanlar xitabını eləmir. Məhz onlara qullarım deyir. Deyir, Allahın rəhmətindən ümidimizi üzməyin. Ona görə bu din bir ümid dinidir. İnsan o ümid bürçlərini daim qüvvətli etməlidir. Və buradan isə işin bir tərəfi var. Bəli, Ramazan ayının bu son 10 günün içərisində Qədir gecəsini axtaracaq. Bu ümidin içərisində axtaracaq. Qədir əslində 610-cu ildə Quran-ı Kərimin ilk olaraq Peyğəmbərimiz Aleyhisselatü Vesselamın qəlbinə endirildiyi andır. Yəni, Quranın doğum ilini, doğum gününü, doğum anını yaşamağın adı Qədər gecəsi, o hikmət gecəsi, o nurlu gecənin 1000 aydan daha fəzilətli olan, bu da hardasa 83 il 4 ay eləyir. Yəni, düşünürsünüz, 84 ilə yaxın bir həyatın fəzilətlərini, elmini, irfanını Allah bir anın içərisində bizim qəlbimizə yerləşdirmək istəyir və belə salih bir həyat yaşamış kimi bizi əslində Rəbbimiz görmək istəyir. Odur ki, onu o 10 günün içərisində gizləyib. Əslində Peyğəmbərimiz Aleyhisselatü Vesselam bizə ipucu verir. Deyir ki, siz onları tək günlərdən cüt günlərə keçən gecələrdə axtarın. Odur ki, inanan insanların bu gecələrdə, özəlliklə artıq əhya deyirik bu gecələrə, əhya canını tutmaqdır. Amma tək əhya gecəsi o demək deyil ki, insan elə oyaq qalsın. Ola bilsin, oyaq qalsın, telefonla məşğul olsun. Oyaq qalsın, qonşunun var dövlətin saymaqla məşğul olsun. Oyaq qalsın, nə bilim, cəmiyyətdəki eybəcər şeyləri, məsələn, düşünsün, günah məsələlərin xəyalını qursun. Bir də var ki, insan özü ilə, öz həyat filmi ilə məşğuldur. Bir özünün bir dəftərinə baxır. Mələklərə yazdırdığı senarilərə bir yenidən baxır ki, mən filan yerdə filan insanın qəlbini qırmışdım.
Filan yerdə filan insana kömək eləməmişdim. Orada bir nadanlıq etdim. Burada bir nə bilim qüsurum var, burada bir nöqsanım var, ibadətlərdə əskiklərim var. Allahla münasibətimdə, peyğəmbərlə Allahın salamı olsun, münasibətlərimdə mənim bir gərginlik var və Ramazan ayı boyunca mən Quranı doyunca oxuya bilmədim. Elmin, irfanın ətrini doyunca ala bilmədim. Əhl-i-beyti yaxşı tanıya bilmədim. Allahın Rəsulunun əxlaqı ilə əxlaqlana bilmədim və onun izdirabı ilə insan həmin o qədər gecəsində, təqdir gecəsində bir özünə o gecənin aynasında baxıb tək başına istiğfarı ilə, tövbəsi ilə, zikri ilə, həmdi ilə, sənası ilə insan öz insanlıq dünyasını yenidən inşaya başlayır. Və ağa müəllim, müasir dünyanın səs-küyündən qaçıb son 10 gündə o etikaf dediyimiz, yəni məscidə və yaxud da insanın öz daxilinə çəkilməsi prosesi insan psixologiyası və ruhu üzərində hansı təsirlərə malikdir və insan özü ilə baş-başa qalanda əslində kimlə qarşılaşır? Təbii ki, biz elə bir dünyada yaşayırıq ki, bu dünya gerçəkdən çox böyük bir sürətlə, böyük bir tərəqqinin içərisindədir. Texnoloji tərəqqi insandan götürüb aparır. Yəni cəmiyyətlər arasında çox böyük uçurumlar yaradır. Doğrudur, özü bir rəhmətdir. Biz məsələn bir kəlmə danışırıq. Dünənə qədər bizim danışdığımız sözlər bir divarın içərisində 2 nəfər eşidirdi. Amma 2 nəfərin də danışdığı sözü milyonlarla insan eşidə bilir. Bu texnologiyanın vasitəsilədir. Bu özü də bir rəhmət qaynağıdır. Lakin bəli, dediyiniz o səsli, küylü dünya evinin içərisində bizim qulağımız o qədər yanlış səslər eşidir, o qədər yanlış informasiya dinləyirik ki, insan gerçəklə o həqiqətlə əslində batili bir-birindən ayıra bilməsi üçün bir filtrə ehtiyacı var. Bu etikaf nə deməkdir? Etikaf Quran-ı Kərimin bir ayəsində, Quran-ı Kərimdə Rəbbimiz deyir ki, وَلَا تُبَشِرُهُنَّ deyə bir ayə var. Yəni deyir, siz onlarla çox məşğul olmayın. وَأَنْتُمْ عَاكِفُونَ فِي الْمَسَاجِدِ Məscidlərdə akifun əslində dünyadan sıyrılıb çıxmısınız, Rəbbin huzurundasınız. Etikaf bir yönü ilə insanın bu səsli, küylü dediyiniz dünyadan sıyrılıb, Allahım, qalalarından bir qalaya inirəm. Yəni, özəlliklə etikaf məscidlərdə əda edilirmiş. Peyğəmbərimiz Aleyhisselatü Vesselam'ın dövründə Allah Resulü Ramazanın son 10 gününü özü etikafa çəkilərmiş. Xanımlarına da deyərmiş ki, siz də etikafa, səhabələrinə deyərmiş, siz də etikafa çəkilin. Bəlkə də cəmiyyətdə insanlar fikirləşə bilər ki, hamı etikafa çəkilsə, onda bu cəmiyyətin işlərini kim görəcək? Doğrudur, orada o işləri görəcək insanlardan daha ziyadə, daha çox fərdi insanların bu ibadətə çəkildiyini görürük. Məscidlərə çəkilir. Məyət xanımların ev içərisində 2 saat, 3 saat, nə bilim bir gün otağın birinə özünü sanki həbs eləyir. Mən ancaq Allah adına danışacağam. Mən artıq dünya adına bir söz söyləməyəcəm. Özümü təmizləməyə çalışacağam, ruhumu təmizləməyə çalışacağam. İnsanın bir ruhani səfəri başlayır. Yəni etikaf sözünün əsas hədəf və qayəsi insanın daxili dünyasının təmizlənməsidir. Ona etikaf deyilir. Və həm də ağa müəllim, Ramazan ayı Quran ayıdır və oxunan ayələrin ruhumuza nüfuz etməsi üçün sadəcə dilimizlə deyil, Quranı qəlbimizlə necə oxumalıyıq və ümumilikdə Quranı rəfimizdən qəlbimizə necə endirə bilərik? Əslində gözəl bir sual versiniz. Rəfdən qəlbə, qəlbdən həyata, həyatdan insanın içərisinə. Əslində Quran-ı Kərimi Rəbbimiz ərşdən ərzə endirib. Biz bəzən o Quranı təzədən rəfə qaldırırıq, yuxarı qoymağa çalışırıq. Amma doğrudur, o bizim ehtiramımız, hörmətimizdir. Amma əsas hədəf dediyiniz kimi o rəfdən bizim könüllərimizi işıqlandıracaq, zehnimizin o neyronlarını yenidən oyadacaq, o ayələri təzədən oxumamıza ehtiyac var. Ramazan ayının ən özəl tərəflərindən biri sadəcə bizim tutduğumuz oruç deyil. Ramazan ayı ifadə elədiyiniz kimi bu məktəbin ən fərqli tərəfi Quranla insanın həyatını daha yaxın münasibətini qurmasıdır. Əlbəttə ki, Quran-ı Kərim yazılı bir kitab olsa belə, Rəbbimizin bu kainat çapındakı olan, əslində hərfləri olmayan, amma yaradılışı bizə xatırladan elə kitabın biri də odur. Bu kitab əslində insan, kainat və Quran. Ramazan ayında insan Quran aynasından kainata, kainatdan yenidən Qurana
və bunun əsl yaradıcısına üz tutur, Rəbbə üz tutur. Ona görə Quran-ı Kərimdə Rəbbimiz deyir ki, biz sizə şah damarınızdan daha yaxınıq. Ona görə Quran-ı Kərimi gerçəkdən oxuyub, onu ağlıyla, idraki ilə, o oxu əmrini doğru icra edə biləcək bir insan Rəbbə çox böyük məsafələrdə yaxınlaşa bilir. Və özəlliklə içimizdəki o nəfis adında bir əbrəhədən, o 7 başlı əjdahadan canımızı xilas edə bilirik. Dünyanın bu ağır üfunətlərindən insan özünü xilas edə bilir. Kin küdrətlərdən özünü xilas edə bilir. Çünki Quran-ı Kərim bir ədəb kitabıdır. Quran bir əxlaq kitabıdır. İnsan Quran oxuduqca özünün qüsurlarını görür, nöqsanlarını görür. Özünün gerçəkdən inşa etməsi üçün nə qədər lazım ola biləcək dəyərləri oradan öyrənməyə başlayır. Bir də Qədr gecəsindən danışırıqsa, ağa müəllim, çox rast gəlirik ki, deyirlər ki, Qədr gecəsində insanların taleləri yazılır. Bütövlükdə insanın duası onun alın yazısını və yaxud da sizin dediyiniz kimi qədərini necə dəyişə bilər və ümumiyyətlə Qədr gecələrində edilən duaların sirri nədədir? Qədir gecələri əslində gecələri deməyək, əhya gecələridir. Qədir bir gecənin adıdır. Həqiqətən o gecə çox sirlidir. O qədər sirlərlə doludur ki, Leylətul Qadr xeyrun min əlf şəhr deyir Quran-ı Kərim. Yəni Qədir gecəsi 1000 aydan daha xeyirlidir. 1000 aydan daha xeyirli bir anı yaxalamaq üçün gərək insan özünü hazırlasın. Çünki böyük bir xeyrə, böyük bir xəzinəyə, bəlkə də insan üçün fantastik görünə biləcək bir həyatı insan o gecə ala biləcək. Bu da bir insanın talihinin gerçəkdən dəyişməsidir. Yəni Allah-u Teala insanın talihini əslində bir dəfə yazıb. Onun üçün zaman, məkan yoxdur. Bizim üçün zaman var, əsrlər var, bugünkü zaman var, gələcək zaman var. Bu yaradan üçün bir zaman anlayışı yoxdur. Çünki yer kürəsindən bir çıxıb kainatı biraz gəzdiyimiz zaman görürük ki, fərqli planetlərdə fərqli zaman ölçüləri var. Amma ümumi bizim kainat çapına baxdığımız zaman görəcəyik ki, metafizik aləmdə Allah üçün yəni bir yaradılış var, bir də son var. Yəni orada zaman anlayışı yoxdur. Odur ki, bu anlayış bizim həyatımıza, bizim dünyamızda gerçəkləşir. Bəli, biz öz qədərimizi, öz talihimizi sanki yenidən yazdıracağıq kimi Rəbbimizə üst tutacağıq. O gecənin ən şah cümlələri sevgili Peyğəmbərimiz Aleyhisselatü Vesselam'ın hədis şəriflərində gəlir. Mübarək bir anamız söylüyor ki, ya Resulallah, bilsək ki, bu gecə Qədir gecəsidir. Bu gecə mən nə iş görüm? Hansı ki, biz Qədir gecəsində insanlar böyük bir təşvişin içərisində ki, görəsən, nə edək ki, Allahı razı salaq? Nə edək ki, Rəbbimizi məmnun edək? Doğrudur, bütün bunlar hamısı gözəldir. İnsan o gecə əslində hər kəsin bir Qədər gecəsi var. İndi bunu da altını çizərək söyləyək ki, ola bilsin ki, mənim Qədər gecəm mənim bir tövbəmə bağlıdır. Mənim Qədər gecəm bir insanı bağışlamağa bağlıdır. Mənim Qədər gecəm bir elmin fütuhatında, bir idrakin dərinləşməsində bir nəyəsə bağlıdır. Mənim Qədir gecəm belə insan var ki, mərifat, yəni Allahı tanımağa bağlıdır. Yəni hər kəsdə əslində o Qədər gecəsi dediyimiz gecənin o üfüqlərində, mənasında, o gecənin qaranlığından axirətin sabahına gedən yollarda, cığırlara düşməsində bir idrak var, bir anlayış var ki, insan dərk eləyir ki, bəli, mən gerçəkdən Allahın quluymuşam. Mən dünyanın köləsi deyiləm. Bax, o insan üçün Qədir gecəsi odur. O dediyiniz sirli gecə odur. O talehin yenidən yazılması odur. Artıq insan tövbə edir və dönə bilir Yaradana. Üst tuta bilir öz xaliqinə və onunla ünsiyyət qurmağa başlayır. Və bundan sonra insanın gerçəkdən həyatı dəyişmiş olur. Və biz burada görürük ki, bax, talehin dəyişməsi. Yoxsa insan çoxlu dualar eləsin. Amma yenə də əməlləri kirli əməllərdir. Burada yenə də dua edir, namaz qılır, bu tərəfə keçir, yenə də insan aldadır. Burada zəkat verir, bu tərəfdə gedir, rüşvət alıb yeyir. Haram loxmalarla özünü, evladını bəsləyir. Və bu haramçılığın, əslində bu talançılığın, bu anormal həyat tərzinin bir möminin həyatında fövqəladə dərəcədə böyük mənfi tərəfləri var. Çünki insan əslində halal loxma ilə Allaha yaxınlaşır. Haramlar heç vaxtı qurtuluş yolu deyil. Ağa müəllim, verilişimizin vaxtıdır, amma istəyirəm 2 sualım var. Mən onların hər ikisini bir verim və siz qısa-qısa cavablandırasınız. Siz danışdınız bayaq və bu sizə ünvanladığım sualı biraz genişləndirmək istəyirəm. Ramazan bir məktəbdirsə, bizə bu məktəbin məzunu olduqdan sonra qazandığımız bu mənəviyyatı növbəti 11 aya necə daşımalıyıq?
Və bayram namazından sonra köhnə vərdişlərə qayıtmamağın formulu varmı? Sualımın biri bu və yekun olaraq oruc bizi sadəcə ac qalmaq intizamına öyrətmir, həm də sizin dediyiniz kimi o mən mərkəzli dünyamızdan çıxarıb haqq mərkəzli bir insana çevirə bilir. Bununla bağlı düşüncələriniz nədir? Əlbəttə ki, bizim ən böyük problemimiz daxilimizdəki ənaniyyətimiz, egomuz, mənimizdir. İslamın insanı tərbiyə üsulunda həmin o ənaniyyətə bir zərbələr orada ona vurulur və insanı özünün o qabığını qıraraq biraz batinə, biraz zahirə əslində çıxması üçün insan deyir ki, bir bax, Quran-ı Kərim deyir, bir baxarsan mı səmiyə baxarsan, bir içinə baxarsan və beləcə Allah Taala insanın idrakını dərinləşdirir. İdraki dərinləşmiş insanlar egosuna, öz içindəki kibrə, öz daxili dünyasındakı dediyiniz o məndən qurtarmış olur. Və belə bu haqq mərkəzli, əslində huva deyilir. Biz, yəni ifadələri ilə artıq əmirdən insan qurtarır. Və yaxud ona əmir verirdi, buna əmir verirdi, özünü hakim görürdü, özünü mütləq bilmirəm kim kimi görən insan artıq dərk etdiyi zaman özünü Allahın qulu görür. Və Ramazan ayında bu qulluq şuuru insanda dərinləşir. İnsanda bəndəlik hissləri formalaşır. İnsan egosundan çıxır və özünü görür. Özünü görür ki, mən Allahın quluyam, mən ruh daşıyıram və bunun mənim vücudumda, bu cəsədim də əslində bir gün fanidir. Allah məni bir gün bu ruhumu, bədənimdən alacaq və Rəbbimin huzuruna gedəcəm. Bu idrak bizi, bu Ramazan dediyiniz adında bu məktəbin içərisində bizi dərinləşdirir. Və insan Ramazanda maddi qidalardan sıyrıldığına görə mənəvi fütuhatları, feyizləri daha çox dərinləşir. Və ona görə də insanda fərqli bir şey əmələ gəlir, qabiliyyət formalaşır. Dediyiniz kimi, illərdən 11 ayda bizdə formalaşmış adətlər var. Onu biz söküb atmamız çətin olur. Amma Ramazan ayında bizə Allah fürsət verir ki, o naqis bizim adətlərimizi tərk eləyək, siqaretimizi tərk eləyək və yaxud qəlb qırıqsa onu tərk eləyək, acı danışırdıqsa sözlərimizi artıq 30 gündür belə deyək, 29 gün biz gözəl söz danışmağa, qulu linnəsi husnən, Quran-ı Kərim bizə söylədi ki, gözəl danışın. Məsələn, Quran bizə öyrətdi ki, səcdələrinizi gözəl edin. İnsanlara əhsin kəmə əhsənallahu ileyk. Allahın sizə ehsan etdiyi kimi siz də insanlara ehsan edin. Biz iftar süfrələri açdıq, eyni zamanda sahur süfrələri açdıq. Ailəmizlə yenidən gerçəkdən o saadəti yaxalamağa çalışdıq. Dostlarımızla münasibətlərimizi qurmağa çalışdıq. Gözəl bir mədəni kültür səviyyəsi qazanmışıq. İndi bayramdan sonra yenidən dediyiniz o köhnə adətlərə gəlməklə Ramazan məktəbinin məzunu olmama, o şəhadəti almama deməkdir. Ona görə biz çalışacağıq ki, necə ki Ramazan boyunca Quran oxuduq, Ramazandan sonra davam etdirək Quranlarımızı. Ramazan boyunca oruç tutduq, indi Ramazandan sonra Şəvval orucu var, 6 gün onu tutacağıq. Eyni zamanda həftənin 2 günü oruçlar var. Bu oruçlarla biz bədənimizi davamlı, mütəmadi olaraq təmiz saxlayırıq. Ardıcıl bu ibadətlərin yerinə yetilməsi insanın mənəviyyatının əslində ayarlarının pozulmaması deməkdir. Amma insan ki, ibadətləri tərk elədi, istiqaməti tərk elədi, hidayət yollarını tərk elədi, azğınlaşır, qatil olur, cani olur. Gözü dönür insanın. Amma insan ki, mənəvi ləzzətləri, mənəvi feyizləri mütəmadi olaraq alır və ruhunu bəsləyir. Önəmli olan insanın ruhunun bəslənməsidir, qəlbinin bəslənməsidir. İnsanın qəlbində mərhəmət, sevgi hissləri olduğu zaman qarşısındakı insana da həzrət insan kimi baxır. Təşəkkür edirəm, Ağa müəllim, çox sağ olun. Mən sizə təşəkkür edirəm. Xatırladım ki, arxa planda mənim qonağım tanınmış ilahiyyatçı Ağa Hacıbəyli idi. Biz Ramazan ayı haqqında danışdıq. Hər bir halda Ağa müəllimlə söhbətlərimiz maraqlı olur və çalışacağıq ki, bu məsələlər ətrafında müzakirələrimiz bundan sonra da davamlı olsun. Sağ olun, salamat qalın.